Nadürüst ata başka sözü yok idi nadürüst. Niye belirledi onu? Yani dürüst olmayan demeymiş sen deme. Hı hı. Sonradan geçmiş. Anamın Hı. hərfləri tanımadığını mən 5-ci, 6-cı sinifdə bilmişəm. Aha. Anam kitab alırdı, danış. Danışdı, iqqandınsa, hardasa gitmişdi oxu. Şeir olurdu. Bir də görmüşəm 5-ci, 6-cı sinif bir dönəmə mən o üzə Bilmirmiş. keçmişəm. bu hələ bu üzdə baxır kitab. Onu da bilmişəm anam savadsız. Savadsız nə mənada? Bu zat əlifbasından Kiril əlifbasına Aha. keçirlər. Anladım. Bilirsən Kiril əlifbasına necə keçir? Onu da bilirsən nətər olub? Aha. 1937-ci illərdə, 38-ci illərdə bütün Azərbaycanın qaymaqları hamısı bu bizim Bakıya gəliblər. Hı hı. Burada Mircəfər Bağırov çıxış eləyəcək. Latın əlifbasından Kiril əlifbasına keçək. Aha. 1 saat 10 dəqiqə çıxış eləyir bu. Hı hı. Çıxış eləyəndə də deyir ki, biz bilirsənmi ki, düzdür, biz peçat olunan hərflər var. Kiril əlifbasında miyak-znak var, tvrd-znak var, nə bilim, yu var, nə var. Bizim əlifbamızda yoxdur. Ömüzü miyak-znak eləri, hərfini, nə bilim, tvrd-znak eləri, belə eləri. Çıxış eləyir orada. Səməd, heç kəs deyir ki, kim söz deyə bilər? Deyir ki, Kiril əlifbasında biz maşınkaya ehtiyacımız yoxdur. Başqa maşınka ixtira eləməyəcəyik, ondan istifadə eləməyəcəyik. O dövrdə deyir, kim çıxış elər? Özlərinin yaltaqlarını həmişə axıra saxlayırlar. İnan deyir ki, onu bir adam mənə danışıb, inan deyir, elə bilginə sükut oldu. Bir dəqiqədə burada insan yoxdur. Birdən zadın ortasından bir adam gəl qaldı. Baxaq görək ki, bu Səməd Vurğun. Cavan oğlan. Mənim sözüm var. Gedə-gedə bellir. Ey Nizami, ey Füzuli, ey Nəsimi, görün çatlasın, niyə yatırsınız? Ruhunuz oyansın, sənin dilinə miyak-znak, tvrd-znak gətirirlər.